Uşaqlar, ikinci hissənin videosunu çəkirəm. You ilə nə işlədirik? Does işlətmirik, is işlətmirik, digərlərini işlədirik. Burada da baxıram ki, əsas feil var. Əsas feil varsa, mən do-dan istifadə edirəm. Yəni, feil yox, digər nitq hissələri olsaydı, were, are deyərdim və yaxud davam edici olsaydı, were, are verərdim. Ancaq ki, sadə zamanda və əsas feillə do işlədirik. Oğlum imkan versin, ardından da çəkəcəm. She, üçüncü şəxsin təkidir. Play işlətmərəm. Is play deyə bir şey yoxdur. Burada ing olmalıydı. Are play, üçüncü şəxsin təki ilə işlətmərəm. Was play deyə bir şey yoxdur. Ya play olmalıydı, ya was playing olmalıydı. Y variantı düzdür. 3. We goes olmaz. We gone olmaz. Qarşısına bitmiş have, had verməliydi. Was go deyə bir şey yoxdur. Was going olmalıydı. Last year da verdiyi üçün, keçən il dediyi üçün mən keçmiş sadə zamanı seçəcəm. Went. Go indiki sadə zamandır. Mark last month var. Last month varsa mən keçmiş zaman işlədəcəm. Stopped. And veribsə, andin hər iki tərəfi eyni zamanda olur. Yəni, biri keçmiş, biri indiki verə bilmərəm. D olur. 5. Yenə and var və ego var. Deməli, mən hər iki tərəfi keçmiş axtaracam. Ring necə olur? Ring, rang, rang. Qaydasız feil belə düzəlir. Feilimiz belə dəyişir. Qaydasız feildir. Ring, rang, rang olur. Mənə ego ilə, yəni keçmiş zamana rang lazımdır. Rang olanı silirəm. Ring qaydalı deyil, belə dəyişmir. Ego olduğu üçün rings olmaz. And hər iki tərəfi keçmiş olmalıdır. Open olmaz. Rang və opened olmalıdır. Always var. Həmişə. Bu, təkrarlanan hərəkəti bildirir. İndiki sadə zamanın göstəricisidir. Mən ona görə də indiki sadə zamanı axtaracam. B və Y. She, üçüncü şəxsin təki olduğu üçün Y-ni seçəcəm. When. Biz bilirik ki, zaman bağlayıcılarından sonra ya keçmiş olur, ya da indiki gələcək olur. Bağlayıcıdan birbaşa sonra indiki veririk. Fərqi yoxdur, cümlə əvvəlində gəlir, yaxsa ortasında gəlir. Digər tərəfdə isə gələcək veririk. Burada keçmiş görmürəm, ona görə indiki ilə gələcəyi axtaracam. Okay, when he arrives olmur. When he arrive olmur. Arrived-la shall olmaz. B olur, hə. When he arrives, we shall have dinner. Arrived-la should da olmaz. Arrived-la should olardı. Belə. Cavabımız B bəndi. I hope. I-la hopes işlətmərik. Keçmişlə gələcəkdə işlətmərik. Enjoy-la will be işlətmərik. Will be feildən başqa digər nitq hissələrlə, yəni adlarla işlənir. Y bəndidir. I shall-la iki tərəfində eyni vermirəm. Tabeli budaq cümlədə, tabeli mürəkkəb cümlədə hər iki tərəf gələcəkdə vermirəm. Bir tərəfi verirəm, indiki də digər tərəfdə verirəm gələcəkdə. Mən ümid edirəm ki, sən bu evdə qalmaqdan zövq alacaqsan. Don't worry, indiki zaman, I'm sure, indiki zaman, all of you will pass. Mən əminəm ki, hər biriniz keçəcəksiniz. You ilə passes olmaz, will passed olmaz, are past deyə bir şey yoxdur, will be past deyə bir şey yoxdur. Elə C variantı qrammatik olaraq da düzgündür. It are olmaz, it are olmaz, I will late yox, will be late olur. Y variantı. When she finds, find olmaz, look əsas feildir deyə will be olmaz. Would be olmaz. Found-la da will olmaz. Yəni, keçmişlə də gələcək olmaz. Keçmişlə, keçmişə nəzərən gələcək olurdu. Burada B-si olmasaydı düz olardı. Tək düzgün variantım C variantı olur. Zaman bağlayıcısından sonra indiki, digər tərəfdə isə gələcək işlətmişəm.
Yenə eyni şey when var. Gələcək indiki işlədəcəm. Bağlayıcıdan sonra indiki, digər tərəfdə gələcək. I shall write this book when I am on holiday. Bəli, elə birinci tərəfim düzgündür. Bağlayıcıdan sonra gələcək olmaz. I writes olmaz. I gələcəklə keçmiş işlətmərəm. Bağlayıcıdan sonra da gələcək verə bilmərəm. Cavabım A olacaq. İndi baxaq ikinci tərəfə. 13. She var. Get olmaz. Gets düzdür. And varsa hər iki tərəfi eyni zamanda olmalıdır. B. She ilə take olmaz. She ilə take olmaz. The Olympic Games adı cəmdə olsa. Olimpiya idman oyunları. Baxmayaraq ki, bu bir tədbirin adıdır. Fikirləşə bilərsiniz ki, oyunlar olsa da bu bir tədbirdir keçirilən. Amma ki, bunu cəm götürürlər. Ona görə də mən bu ilə takes place verməyəcəm. Hər 4 il deyirəmsə, deməli burada təkrarlanan hərəkət var və mən indiki sadə zaman işlədəcəm. Bu gələcəkdir, bu keçmişdir, bu da bitmişdir. Mozart, more than 600 pieces of music. Mozart artıq bilirik ki, rəhmətə gedib, yaşamır. Deməli, bu keçmişdə yazıbdır bu 600 Hello, Pervin. parça mahnını. Deməli, uşaqlar, unutmuşdum harada qalmışam, ortada pauza vermişdim. Deməli, Mozart bildiyimiz kimi artıq yaşamır. O yaşamırsa, deməli, bu keçmişdə yazılıb bu əsərləri. İndiki verəm bilmərəm, bitmiş verə bilmərəm, gələcəkdə də yazmaz, keçmişdə yazıbdır. 16. Twice a week. Həftədə 2 dəfə, yəni periodik olaraq təkrarı göstərir. Bu, mən işlədəcəm bu ilə indiki sadə zamanı. Buradakı indiki sadə zamanda B bəndidir. A few days ago. Ago gördümsə, axtarıram keçmiş sadə zamanı. Bu da A bəndidir. 18. Wasn't var. Bir tərəfim keçmişdə də deyirəm, film yaxşı deyildi. Film yaxşı deyildisə, mən ondan keçmişdə zövq almamışam. Düzdürmü? I didn't enjoy. Y də ola bilərdi. Əgər bu was very good olsaydı, yəni kino yaxşı olsaydı, mən ondan enjoy edəcəkdim. Ancaq yaxşı olmadığı üçün didn't enjoy verirəm. Has been away a long time. When she returns, bağlayıcıdan sonra indiki sadə işlənirsə, digəri hansı zamanda olurdu? Gələcək zamanda. Polis bildiyimiz kimi cəmdədir, o təki qəbul etmir. Ümumiyyətlə, burada da last night olduğu üçün, keçən gecə olduğu üçün keçmiş zaman işlədəcəm. Now olduğu üçün indiki davam edici verəcəm. My students cəmdə olduğu üçün are studying olacaq. My friends and I, yəni who, we, yəni biz. Bizdirsə am olmaz, watches olmaz, is olmaz. At the moment isə we are watching olacaq. İndiki davam edici zamanda. Jane is busy. Jane məşğuldur, o telefondadır. Hal-hazırda danışır ki, məşğuldur, düzdürmü? Keçmişdə və gələcəkdə danışmayacaq. Bu dəqiqə danışılan andan söhbət gedir deyə mən indiki davam edici verəcəm. Last night keçən gecə vermişəm. At that time vermişəm. Dünən deməklə qalmıram. Dünəndə dəqiq vaxt verirəm, bir zaman aralığını verirəm. Bu zaman təkcə last night olsaydı mən keçmiş sadə işlədəcəkdim. Amma dünən gecə bu radələr dediyi üçün, vaxt zaman aralığında verdiyi üçün mən davam edici işlədəcəm. When var. İndiki gələcək işlənirdi, amma baxıram ki, burada indiki gələcək yoxdur. Deməli, nə işlənəcək? Keçmiş, keçmiş. Keçmiş olanım da sadəcə B bəndidir. Last night keçən gecəni də vermişəm. Keçən gecə dəqiq vaxtı da vermişəm. Dəqiq vaxtı, vaxt aralığını verirəmsə, artıq mən davam edici işlədəcəm. 2 dənə davam edicim var, keçmiş davam edici. You ilə was olmaz, were doing olacaq. 27 when var. Keçmiş işlədəcəm yenə.
It was raining when we left home. Bu keçmiş indikidir. İndiki keçmiş. İndiki. Bu da indiki. Digər də səhvdir. Look. Biz nə bilirdik? Look, listen, be quiet. Bunlardan sonra indiki davam edici verirəm. The bus is coming. Keçirəm növbəti tərəfə. At the moment, hal-hazırda varsa, we are eating. Davam edici də verəcəm. Beethoven artıq yaşamır. Deməli, mən ondan indiki zamanda danışa bilmərəm onun haqqında. Tamam mı? He ilə də were verə bilmərəm. B olacaq. What, when var. Deməli, nə verəcəm? Paralel hərəkətdən, eyni vaxtda baş verən hərəkətdən söhbət gedirsə, keçmiş verəcəm. Z ilə was olmaz, are indikidir, were olar. İkinci tərəfdə keçmiş olmalıdır, come indikidir. Ona görə D olacaq. Listen-dan sonra nə verirəm? Bayaq dediyim kimi, listen, look, be quiet-dan sonra indiki davam edici verirəm. D ilə də are işlənir. They are talking. While var. E ilə when kimi keçmiş işlənir. Paralel baş vermiş hərəkətlər işlənir. İndiki keçmiş olmaz, indiki olmaz, keçmiş indiki keçmiş olmur, sadəcə C bəndi uyğun gəlir. When vermişəm, digər tərəfini keçmişdə vermişəm, deməli bu tərəfim də keçmişdə olacaq. It-lə də was işlədirəm. While var, keçmiş. Fall indidir, fell asleep. She ilə were olmaz, is indikidir, qalıram C-də. While, keçmiş. We saw while we was olmur. C bəndi. We saw an accident while we were waiting for the bus. I haven't seen Alan for ages. Mən Alanı uzun müddətdir görmürəm. Mən onu ən son görəndə, sonuncu dəfə görəndə bu keçmişdə baş veribdir. Düzdürmü? Uzun müddətdir görmürəm. Keçmişdə baş veribsə, so işlədəcəm. Həmin vaxtda o nəsə edirdi. Düzdürmü? İş axtarırdı Londonda. Deməli, keçmişdə baş veribdi bu hərəkət. He ilə də were işlətmərəm. Was olacaq. Mən başa düşə bilmirəm. Nəyi? Onu niyə belə selfish olmağını. Why he is being so selfish. İkinci tərəfdə usual varsa, deməli mən indiki davam edici işlədəcəm. Düzdürmü? Baxın, can't understand indiki vermişəm, bu tərəfimdə indikidir. Artıq buranı keçmişdən davam etməyəcəm. İndi mənim qalıb 2 dənə, bir inkarım, bir təsdiqim. Artıq cümləni tərcümə edib tapacağam ki, hansıdır. Deyirəm, mən başa düşə bilmirəm ki, o niyə bu qədər özünü bəyənmiş, selfish davranır. O adətən belə deyil. Adətən belə olsaydı, selfish olsaydı, mən başa düşərdim. Deyərdim ki, onsuz da həmişə belədir də. Amma o adətən selfish olmadığı üçün mən onun niyə belə davrandığını başa düşə bilmirəm. Ona görə mənim leksik də, qrammatik uyğun gələn tək variantım C variantıdır. Don't put the dictionary away. Deyirəm ki, lüğəti uzağa qoyma. Mən onu istifadə edirəm. Deməli, hal-hazırda istifadə edirəm. Düzdürmü? Ona görə A bəndə olacaq. Hurry up deyirəmsə, elə ki, listen, look kimi eyni şeydir. Everybody is waiting for you. İndiki davam edici işlədəcəm. Bu test daha asandır uşaqlar. Ümumiyyətlə, bu test magistrolu hazırlayıb, amma yəni abituriyent üçün də kifayət qədər asandır deyə düşünürəm. Ən azından variantlar arasında o qədər çətinlik yoxdur. Verilən situasiyalarda çətin deyil. Düşünürəm ki, əgər işləmiş olsanız, bu sizə xeyli kömək edəcək. Üçüncü hissəni də çəkib yükləyin.